İnsan səncə əxlaqı onun geyimi ilə ölçülür? Ömrüm, baxın, yadımdan çıxartma. Əxlaqda, hər şeydə savadlı insansansa, sən niyə eləmirsən? Xarakter məsələsi. Xarakterdən əlavə. Birinci Azərbaycanlısan. Onu bir fikirləşirsən, yadından çıxartma. Ar namusumuz var. Bilirsən ki, yox, Azərbaycanlıyam. Haralıyam, bizdə hələ var. İkinci qadınam. Qadın nə qədər mükəmməlliyi, aliliyi, niyə deputatlar, misal üçün, iş adamları, dövlət adamları razı-rızatda giyinmir? Demək, biraz da savadla bağlıysan geyim. Çox. Mükəmməl qadın, mükəmməl kişi. Savadlı kişi mədəni olur. Savadlı kişi qadınına baxır. Savadlı kişi, İslam da onu deyir. İslam demir ki, sən qara giyin, qarada göz görürsün, qadınları nə günə qoyublar. Bəli. O da bir şey deyil məncə. Yox, qarada giyin, sən onu eləyə bilərsən. Öz gözəlliyini kişi üçün saxlayırsan evdə. Bayra çıxanda istəmirsən başqa kişi. O da o savadda əqidiyə gəlir, çıxır. İstəmirdi, özünü deyir, niyə mən başqa kişiyə özümü göstərməliyəm? Niyə? Öz kişimə göstərim özümü. Adikalonumı vurum evdə, kişim məndən o adikalon iyi gəlsin. O başqa şeydir. Amma elə qadın belə olmalı yox. O mövzu deyil. Bizi anladıblar. Əsrlərlə ki, eləsən qara çarşafda ya da misal üçün üzr istəyirəm. Əgər kimsə məsciddə namaz qılırsa, bu müsəlmandır. Yox. Misal üçün, mən namaz qılıram, ibadət edirəm. Mən müsəlman deyiləm axı. Niyə müsəlman deyilsin? Mən özüm üçün danışıram da, mən özümdən deyirəm. Niyə? Yox, mən müsəlman deyiləm hələ. Mən özümdə onu saymıram hələ. Nə danışırsın? Bəli, müsəlman deyiləm. Şok oldum buradan belə. Yox, müsəlman deyiləm. İndi istəmirəm Başa onları. düşdüm. Sadalıyım, eləyim. Yəni, səhnəm var. Hələ səhnəmdə Göstərəcəyim şeylər var. şeylər var. Yəni,